Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Hamdan kesiran, tayyiban, mubarakan fih. Allahümme subhaneke la ilme lana illa ma allamtana. İnneke entel alimul hakim. Allahümme salli ve sellim ve barik ala abdike ve rasulike Muhammed ve ala alihi ve men ihtede bihediyih ve istenne bi sünnetihi ila yevmiddin emme ba'd. Bugün inşallah Allah Təbaraka ve Teala'nın El-Hayy ve El-Qayyum isimləri haqqında danışacağım. İlk olaraq Allah Subhanahu ve Teala'nın El-Hayy ismi. Deməli, yəni əvvəl lüğəti mənasını qeyd edeyim. Deməli, El-Hayy, yəni El-Həyat sözünün əksi, yəni El-Həyat sözünün əksi ölüm deməkdir. Necə ki, yəni hər birinizə məlumdur. Həyat, yəni əksi ölüm. Yəni lüğəti mənada əksi ölüm deməkdir. El-Həyat dıdduhul mevt. Allahın bu ismi Quranda cəmi 5 dəfə zikr olunub, qardaşlar. 5 dəfə. Məsələn, o ayələrdən Allah Subhanahu ve Teala buyurur: Allahu la ilahe illahu el-hayyul qayyum. Ve başka bir ayette buyurur Allah Tebaraka ve Teala: Ve anetil vucuh lil hayyil qayyum. Lil hayy. Fikir verin. Həmçinin buyurur Allah Tebaraka ve Teala: Ve tevekkel alel hayy. Fikir verin. Sen deyir ki Allah Tebaraka ve Teala El-Hayy olana təvəkkül et. El-lez la yemud. Hansı ki ölmür. Aydındır? Və bu ayələr göstərir ki, El-Hayy min əsmaillah. O ki qaldı Allah Təbaraka və Teala'nın bu isminin mənasına, yəni deyəndə ki, Allah El-Hayyundur. Tabari rahiməhullah buyurur ki, El-Hayy yəni həyatı daimi olan. Hansı ki o həyata fanilik qoşulmayacaq. O həyat kəsilməyəcək. Aydın oldu? Və məlumdur ki, Allah Təbaraka və Teala hər bir kəsə əcəl yazıb. Allah Təbaraka və Teala hər bir kəsə əcəl yazıb. Yəni, hamının sonu olacaq. Yəni, həyatları dayanacaq. Amma Allahın həyatı belə deyil, qardaşlar. Yəni, o həyata fanilik gəlmir. El-Hayy, yəni ölməyən. Həmçinin Əz-Züccaci rahiməhullah buyurur ki, El-Hayy ərəb dilində meyyitin əksidir. Meyyitin əksi heydir. Allah Təbaraka və Teala hayyundur. Hansı ki, ona ölüm gəlmir. Ona ölüm gəlmir. Həmçinin Əl-Xattabi rahiməhullah buyurur ki, El-Hayy Allahın sifətlərindəndir. Onun həyatı ölümdən sonra olmuyor. Yəni, onun həyatı daim mövcud olub. Həmçinin həyatına ölüm gəlməyəcək. Yəni, Allah Təbaraka və Teala hayyundur, heç vaxt fəna olmayacaq. Amma başqaları belə deyil, deyir. Bu sifət yalnız Allah Subhanahu və Teala'ya aiddir. Allah Təbaraka və Teala buyurur: Kullu şeyin halik illə vəcəhə. Hər bir şey həlak olacaq onun üzündən başqa. Həmçinin İbn Kəsir rahiməhullah El-Hayy, yəni İbn Kəsir buyurur ki, El-Hayy yəni heç vaxt ölməyən. El-Hayy yəni heç vaxt ölməyən. Allah Təbaraka və Teala buyurur: Kullu mən aleyhə fən və yəbqa vəchuhu rabbikə zul cəlali vəl ikram. Aydın oldu? Deməli, bununla da bilinir ki, El-Hayy Allahın isimlərindəndir. Və bu isimdə Allahın həyat sifəti ispat olunur. Və bu Allahın zatı sifətidir, El-Həyat. Onun həyatı, Allah Təbaraka və Teala həyatı ən kamil və ən tamamlı həyatdır. Onun həyatı məxluqların həyatına oxşamır.
məxluqların həyatı ölümlə qurtarır. Yəni, onların həyatına fəna qoşulur, yəni sonluq. Amma Allahın həyatı belə deyil. Onun həyatına nə yuxu, nə də mürgü gəlir. Yəni, Allah təbaraka və teala bu naqis sifətlərlə vəsf olunmur, qardaşlar. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, İnnəlləhə lə yənəm. Allah yatmır. Və lə yənbəği ləhu ən yənəm. Aydındır. Həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm duaların birində belə dua edir. Allahümmə inni əuzu bi'izzətik la ilahə illə ənt ən tudilləni əntəl hayy. Fikir verin. Əntəl hayy əlləzi la yəmut. Sən əl-heysən, dirisən, yəni hansı ki ölmürsən, ölməzsən. Vəl-cinnu vəl-ins yəmutun. İnsanlar və cinlər isə öləndir. Peyğəmbər sallallahu aleyhi ve sellem bu cür dua edir. Və bu qıssa, yəni xülasə, yəni Allah təbaraka və teala'nın Əl-Hayy isminin mənası idi. O ki qaldı Allahın Əl-Qayyum isminə. Deməli, ilk olaraq, yəni bunun lüğəti mənasını zikr edim. Deməli, Əl-Qiyam lüğəti mənada oturmaq sözünün əksidir, qardaşlar. Lüğəti mənada oturmaq sözünün əksidir. Yəni, Əl-Qiyam. Aydındır? Yəni, qiyam deyildikdə əksi oturmaqdır. Və ümumiyyətlə, yəni bir məsələni qeyd edim. Nəyə görə əksi mənanı zikr edirəm, yəni xatırladıram? Ona görə ki, əks mənanı dedikdə sözün mənası bilinir, qardaşlar. Aydındır? Və bu alimlərin üslubudur. Və məhz bu baxımdan da əks mənanı zikr edirəm. Deməli, Əl-Qiyam, Əl-Cülus sözünün əksidir. Və həmçinin qiyam əl-muhafaza vəl-islah mənasında da işlənir. Əl-qiyam əl-muhafaza vəl-islah, yəni bu mənalarda da işlənir. Həmçinin əl-qiyam əl-vukuf vəl-səbət mənasında da işlənir. Dayanmaq, sabit olmaq, yəni bu mənalarda da işlənir. Yəni bu qeyd etdiklərim lüğəti mənalardır. Yəni lüğəti mənada bir neçə mənada işlənir bu söz. Və bu isim Quranda 3 dəfə zikr olunub. Əl-Qayyum Quranda 3 dəfə zikr olunub. Məsələn, o ayələrdən Allahu la ilahə illəhu Əl-Hayyul Qayyum. Aydındır? Həmçinin buyurur Allah təbarəkə və teala və anətil vücuh lil-Hayyil Qayyum. Lil-Hayy Əl-Qayyum. Fikir versəz, Əl-Qayyum Əl-Hayy ismi ilə bərabərdir. Yəni, Əl-Hayy ismindən sonra Əl-Qayyum ismi zikr olunur. Və anətil vücuh lil-Hayyil Qayyum. Əl-Qayyum və bu da dəlalət edir ki, Allahın isimlərindəndir. Və o ki qaldı Allah haqqında bu ismin mənasını, yəni deyəndə ki, Allah Əl-Qayyumdur, Əbu Ubeydə rahiməhullah buyurur ki, Əl-Qayyum daimi olandır. Hansı ki, yox olmur. Və İbn-i Cərir Tabari rahiməhullah buyurur ki, bu barədə olan əqvəlləri, yəni İbn-i Cərir, yəni bu barədə olan əqvəlləri zikr etdikdən sonra buyurur ki, daha doğru olan budur ki, necə ki bunu Mücahid və Ər-Rabi' demişdir, deyiblər ki, Allah təbarəkə və teala hər bir şey üzərində durur. Ruzi verməyi ilə, qüdrəti ilə istədiyini edir, istədiyinə verir, istədiyindən alır. Yəni, hər bir şeyin üzərində qaimdir Allah. Aydın oldu və indi izah edəcəm inşallah. Baxın, məsələn, ərəblər deyirlər ki, filan kəs bu şəhərin üzərində qaimdir. Filan kəs bu şəhərin üzərində qaimdir. Yəni, filan kəs bu şəhərin işinə baxandır. Yəni, bu şəhərin işinə baxan odur. Yəni, oranı idarə edən odur. Aydındır? Həmçinin deyəndə ki, Allah Əl-Qayyumdur, yəni yaratdıqlarının işinin üzərində durur. Yəni, bütün yaratdıqları onun tədbiri ilə idarə olunur. Yəni, heç bir məxluq müstəqil dayanmır. Heç bir məxluq özü müstəqil heç nə istəmir. Heç bir məxluq özü müstəqil heç nə istəyə bilmir, qardaş. Niyə? Çünki Allah onların üzərində qaimdir. Aydın oldu məna?
Əl-Xattabi rahiməhullah buyurur ki, Əl-Qayyum daimi olandır, yox olmayandır. Həmçinin İmam Beyhaqi rahiməhullah, yəni eyni Xattabi rahiməhullahın sözünü demişdir. Eyni sözü. Qurtubi rahiməhullah buyurur ki, Əl-Qayyum yəni yaratdıqlarının üzərində durandır. Tədbirlə fikir verin. Qurtubi rahiməhullah buyurur ki, Əl-Qayyum tədbirlə yaratdıqlarının üzərində durandır. Yəni yaratdıqlarını idarə edəndir. Bu mənada. Əs-Səadi rahiməhullah buyurur ki, Əl-Qayyum həyatı kamil olandır və özü özlüyündə qaimdir. Yəni öz nəfsi ilə qaimdir. Yəni bunun mənası budur ki, bütün məxluqlar, fikir verir, nə qədər ki məxluq var, heç biri özü müstəqil dayana bilmir, dayanmır. Hamısı Allahın qiyamı ilə dayanır. Yəni onları saxlayan Allahdır. Qayyum olan Allah, ruzilərini və s. əhvallarını tədbir edən Allahdır. Ona görə İbn-i Qeyyim rahiməhullah öz Nuniyyə şeirində buyurur ki, Əl-Qayyum özü özündə duran, başqası isə, yəni qeyriləri, yəni Allahdan başqa nə varsa onunla durandır. Başqası isə onunla durur. Yəni bu nə deməkdir? İzah edirəm və diqqətlə qulaq asın qardaşlar. Yəni burada incə məqamlar var. Yəni bu ismin mənasını daha doğru, daha düzgün başa düşmək istəyirsinizsə, yəni diqqətlə qulaq asın ki, aydın olsun. Yəni Allah təbaraka və təala özünün durmasına, davamlı olmasına ehtiyatsızdır. Yəni özünün qalması üçün heç nəyə ehtiyac deyil. Yəni Allah təbaraka və təala yedizdirir, amma özü yemir. Yəni özünün heç nəyə ehtiyacı yoxdur. Başqasının isə, yəni Allahdan başqa nə varsa özləri dayana bilmirlər. Yalnız Əl-Hey və Əl-Qayyum olan Allah onları saxlamasa, yəni Allah təbaraka və təala saxlamasa, onlar dura bilməzlər. Yəni onların qalmaqları üçün Allaha ehtiyacları var. Vallahi, yəni əgər insan Allahın bu sifətinə iman gətirsə, yalnız Allaha təvəkkül edər və qəlbini məxluqlara bağlamaz. Çünki bilər ki, hər nə varsa, hər bir şeydə Allaha möhtazdır. Vallahi, yəni Allahın kamil qeyyumiyyətindəndir ki, yatmır, mürgüləmir. Amma insanlar həm yatır, həm də mürgülüyür. Hətta bəzi alimlər deyiblər ki, Allahın bu iki ismi Əl-Hey və Əl-Qayyum onun ən əzəmətli ismidir. Hansı ki, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, hər kim o adla Allaha çağırarsa, duaları qəbul olar. Yəni, bunu deyən alimlər var ki, Əl-Hey, Əl-Qayyum Allahın o isimlərindəndir, əzəmətli. Və bu qısa, yəni bu iki ismi mənası ilə və Allah təbaraka və teala istəyirəm ki, eşidənlər üçün faydalı etsin və həmçinin Allah subhanahu və teala istəyirəm ki, nə xətalara, nə naqisliklərə yol verirəmsə bağışlasın və etiqad edirəm ki, yəni bunlar hamısı öz nəfsimdəndir, xəta və nə xeyrə, savaba, yəni düzgünlüyə müvəffəq oluramsa Allahdandır. Və sallallahu alə nəbiyyina Muhammed və alə alihi və sahbihi əcməin.